Biologiya test toplusu 2025-ci il 2-ci hissə. Çoxalma və inkişaf bölməsi, cinsiyyət sistemi orqanlarının testlərinə baxırıq. Birinci sual. Sağlam qadında aybaşı sikli orta hesabla nə qədər davam edir? 28 gün. 2. Hansı variantda qadın cinsiyyət sisteminin orqanları düzgün sadalanmışdır? Variantlar üzərində baxaq. Yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq yolu, sidik hissəsi bu ifrazat sisteminə aiddir. Bu ola bilməz. B variantında toxumluqlar kişi cinsiyyət sisteminə aiddir. C-də bir yumurtalıq yox, yumurtalıqlar cütdür. B variantı yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq yolu. Bəli, bu qadın cinsiyyət sistemi orqanlarına aiddir. Üçüncü sual. Hansı variantda kişi cinsiyyət sisteminin orqanları düzgün və daha dolğun göstərilmişdir? A variantı xayalar, xaya axacaqları, prostat vəzi, cinsiyyət orqanı düzdür, amma daha dolğun deyil, çünki toxum kisəcikləri verilməyib. B variantı xayalar, xaya axacaqları, toxum kisəcikləri, prostat vəzi və cinsiyyət üzvü bu düzdür. Bu daha dolğun verilib. Dördüncü sual. İnsanda toxumluqlar harada yerləşir? Toxumluqlar xayalıqda yerləşir. C variantı. Beşinci sual. Aybaşı siklinin birinci fazası necə adlanır? Birinci faza aybaşı fazadır. İkinci faza aybaşıdan sonraki faza adlanır və üçüncü faza sarı cisim fazası adlanır. 8. Aybaşı sikli neçə fazadan ibarətdir? 3 fazadan ibarətdir. 9-cu sual. Uşaqlıq boruları haqqında hansı düzgündür? A. Yumurta hüceyrənin mayalanması orada baş verir. Rüşeyimin uşaqlığa düşməsi təmin edilir. Bəli, bu düzdür. 10. Kişi cinsiyyət sisteminə aiddir. Kişi cinsiyyət sisteminə prostat vəzi aiddir. 11. Qadın cinsiyyət sisteminə aiddir. Yumurtalıqlar. Spermatozoidlər əmələ gəlir. Spermatozoidlər toxumluqda əmələ gəlir. Yumurta hüceyrə isə yumurtalıqlarda əmələ gəlir. 14-cü sual. Normal halda aybaşı sikli 28 gün davam edən yetkin qadın orqanizmində 4 il ərzində hər iki yumurtalığın iştirakı ilə təxminən neçə folikul, neçə yumurta hüceyrə yetişər? Biz bilirik il ərzində 13 sikl olur. 4 il dediyinə görə 4-ü 13-ə vurmalıyıq. 4-ü də 13-ə vuranda bu eləyəcək 52 folikul yetişəcək, yumurta hüceyrə əmələ gələcək. Cavab E variantı. 15-ci sualda isə bir yumurtalığın iştirakı ilə soruşur 4 il müddətinə. 4 il müddətinə 52 tapdıq. Bir yumurtalığı soruşduğuna görə 2-yə bölərik və 26 eləyəcək. 16. Sağlam qadın orqanizmində ən az sayda əmələ gələ bilər. Ən az sayda zigot əmələ gələcək. Çünki mayalanma təbii ki, ən az sayda baş verəcək və zigot yaranacaq. Yetişməmiş yumurta hüceyrə demək hər sikldə əmələ gəlir. Eyni ilə yumurta hüceyrə yetişir hər sikldə. Folikulda hər sikldə əmələ gəlir. Sarı cisimdə əmələ gəlir. Amma zigot, yəni mayalanma ən az sayda əmələ gəlir. Spermatozoid heç vaxt daxil olmur. Təbii ki, spermatozoid folikula daxil olmur. Spermatozoid uşaqlıq borularına kimi gedir. Uşaqlığın selikli qişasının bərpasının başlanması aybaşı siklinin göstərilən günlərindən hansına təsadüf edir? Bu aybaşıdan sonraki fazaya aiddir. Çünki aybaşı fazasında 4-5 gün uşaqlığın selikli qişası qopur. Amma aybaşıdan sonraki faza, yəni 6-cı gündən başlayaraq bərpa olunmağa başlayır. Növbəti suala baxırıq. 19-cu sual. Demək, burada düzdür, şəkil pis düşüb. Burada proseslər verir və verilən proseslərlə əlaqəli səhv ifadə hansıdır? Demək, Z-də biz görürük ki, Z demək, folikulun yetişməsidir. X artıq ovulyasiyadır.
və Y də sarı cisim fazasına aiddir. İndi variantlar üzərində baxaq. A variantında bizə deyir ki, demək, Y prosesi sarı cismə aiddir. Uşaqlığın divarı rüşeymi qəbul edə biləcək bir vəziyyətə gəlir. Yəni qalınlaşır və qan damarları ilə zənginləşir. Bəli, sarı cisim fazasında artıq uşaqlığın divarları bərpa olunub, rüşeymi qəbul edəcək bir hala gəlib. Bu düzdür. B variantında deyir, Z prosesində yumurtalıqdakı folikullardan adətən biri yetişir. Z demək aiddir. Demək, aybaşı və aybaşıdan sonraki fazaya aiddir. Bəli, burada folikullardan biri yetişir, partlayır, ovulyasiya baş verir. Bu da düzdür. Z-də deyir ki, X, Y, Z prosesləri hər bir yumurtalıqda eyni zamanda baş verir. Biz də bilirik ki, aybaşı sikli demək, növbə ilə gah sağ və sol yumurtalıqda baş verir. Yəni, hər iki yumurtalıqda eyni zamanda baş vermir. Ona görə Z variantı səhvdir. 20-ci sualda diaqram verilib. Demək, A, B, C. Bu diaqram aybaşı siklinin fazalarını, müddətini göstərib. Təbii ki, A ən qısadırsa, bu birinci fazadır. 4-5 gün davam edən aybaşı fazası. B aybaşıdan sonraki fazadır. C sarı cisim fazasına aiddir. Doğru mülahizələri müəyyən edin. Birdə deyir ki, B uşaqlığın selikli qişası bərpa olunmağa başlayır. Bəli, aybaşdan sonraki fazada uşaqlığın selikli qişası bərpa olunmağa başlayır. Bir düzdür. 2. C aybaşı baş verir. 2-də demək, sarı cisim fazasıdır C və burada aybaşı baş vermir. Aybaşı demək, aybaşı fazasında baş verir. 3-də deyir ki, A yeni folikullar yetişməyə başlayır. A-da yeni folikullar yetişməyə başlayır. Bəli, bu aybaşı fazasıdır. 4-5 gün davam edir və folikullar yetişməyə başlayır. Bu düzdür. 4-də C yumurta hüceyrə uşaqlıq borusunda olur. Sarı cisim fazasında, bəli, yumurta hüceyrə uşaqlıq borusunda ola bilər. Bu da düzdür. 5. B uşaqlıq divarının qalınlığı maksimaldır. B aybaşdan sonraki fazaya aiddir. Uşaqlığın divarı bərpa olunmağa başlayır, amma maksimum sarı cisim fazasında çatır. Ona görə B maksimuma görə götürə bilmərik. 1, 3, 4 Z variantı. 21-ci sual. 21-ci sualda insan orqanizmində ovulyasiya prosesinin baş verdiyi vəzi, ovulyasiya prosesi baş verir yumurtalıqda. Demək, yumurtalıqdan söhbət gedir. 1. Qarın boşluğunda yerləşir. Biz də bilirik, yumurtalıqlar çanaq boşluğundadır. Bu səhvdir. 2. Daxili sekresiya vəzilərinə aiddir. Xeyr, yumurtalıqlar qarışıq vəzilərdir. 3. Əsasən testosteron, androgen hormonları hazırlayır. Xeyr, bu toxumluqların hazırladığı hormonlardır. 4. İkincili cinsiyyət əlamətlərinin inkişafına səbəb olur. Bəli, yumurtalıqlar, demək, vəzilər, onların buraxdığı estrogen, progesteron hormonları ikincili cinsi əlamətlərin inkişafına səbəb olur. 5. Çanaq boşluğunda yerləşir. Bəli. Əsasən estrogen, progesteron hormonları hazırlayır. Bu da düzdür. Növbəti suala baxaq. 22. Qadının yumurtalığında hansılar baş verə bilər? 1. Folikulun inkişafı. Bəli, folikullar yumurtalıqda inkişaf edir. Ovulyasiya da yumurtalıqda gedir. Bunu da götürə bilərik. Sarı cismin əmələ gəlməsi. Sarı cisimdir, bəli. Folikul partlayır. Yerində sarı cisim əmələ gəlir. Bu da yumurtalıqda gedir. Mayalanma yumurtalıqda getmir. Mayalanma uşaqlıq borusuna gedir. Ciftin əmələ gəlməsi uşaqlıqda gedir. 23-cü sual. Şəklə əsasən qadın cinsiyyət sisteminə aid yanlış mülahizəni müəyyən etmək lazımdır. Burada Y uşaqlıq borusudur. Z uşaqlıqdır. X də ki yumurtalıqdır. Bu yanlışları tapmalıyıq biz. Demək, birinci